Millətimiz, xalqımız hər zaman sizin yanınızdadır. Biz hər zaman sizlərə dəstək olmağa çalışacağıq və şəhidlərimizin ruhunu əbədi olaraq yaşadacaq. Onların ruhu hər zaman xatirəsi bizim qəlbimizdədir. Bu gün sizin gününüzdür, əziz analar, əziz bacılar. Və bu gün belə bir gözəl gündə siz ən gözəl sevgiyə, ən böyük ehtirama, ən dərin hörmətə layiqsiniz. Və bu hörməti, bu sevgini də göstərmək təbii ki, bizim bitməyən mənəvi borcumuzdur. Sizə bu gözəl gündə xoşbəxt həyat, firavan həyat arzu edirəm. Arzu edirəm ki, qəlbinizdəki o gurur hissi heç vaxt bitməsin, hər zaman yaşasın. Üzünüzdəki, gözlərinizdəki o nur heç vaxt solmasın. Allahdan sizə can sağlığı, uzun ömür, qürur dolu günlər arzu edirəm. Bayramınız mübarək və sizə kiçik də olsa hədiyyələrimiz var, hədiyyələr hazırlamışıq. Həmkarların dəstəyi ilə, icra hakimiyyətinin dəstəyi ilə onları icazənizlə təqdim eləmək istəyirəm. Tarixə yazıldı vətən savaşı, qəhrəman oğullar dastana döndü. Ürəklər bir oldu, birgə döndü. Düşmənlər çatladı, dostlar öyündü. Adilə xalada Ramazanlı Gördü gücümüzü, o mənfurnaşı. Tarixə yazıldı Mən sizdən xahiş etsəm, Allahdan arzum budur ki, həmişə al-əlvan, belə güllü, çiçəkli geyimlərdə olasınız. Bir də o qara rəng geyməyəsiniz. Allah sizə xoş günlər göstərsin inşallah. Son qoyduq qarətə, bunca işğala. Azaddır yurdumun torpağı, daşı. Tarixə yazıldı vətən savaşı. Hökmü var hər sözün, hər zamanında. Hesablar soruldu haqq divanında. Ordumuz dərs keçdi hər meydanında. Silinməz düşmənin qanlı yaddaşı. Tarixə yazıldı vətən savaşı. Bundan sonra hər zaman üzünüzdür. Evlatlarınızla, nəzələrinizlə, necə davranır? Bir vaxt Xətaylın güclüdür qolu. İndisə ilham var, hünərlə dolu. Dəmir yumruqludur haqqın simvolu. Düşmənin bir yolu. Az da olsa istərdik ki, könlünüzü xoş eləyək, musiqili proqramı hazırlamışıq. Şəhid bacılarını 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə səmimi qəlbdən təbrik edirik. Seni
canlı şahitleri kimi həmin günü o döyüş meydanında olan o igidlərimizin, o ərlərimizin apardığı o haqq savaşında verdikləri canların canlı bir şahidi kimi biz və bizim Bozar Xəstəxanası kollektivi həmin vaxt bu Azərkətdə 44 günlük o vətən savaşında bilirsiniz ki, bizim xəstəxanamızın zirzəmisində hansı mücadilələr apardıq və bu günlər biz çox xoşbəxtik ki, minə yaxın ananı, minə yaxın bacını, minə yaxın ailəni şəhidlik statusundan azad edəcək. Bu bizim bütün bir kollektivimizin apardığı o gərgin zəhmətin nəticəsi oldu. Ancaq müharibə qadasız, balasız, müharibə ölümsüz olmur və bu haqq savaşında qazandığımız o zəfər qələbəmizi bizə yaşadan baxsın kimi dəyərli ağbirçək anaların, övladları, gözəl bacılarımızın həyat yoldaşları və vətənimizin, xalqımızın igid olanları oldu. Gözünü Polat'tan berk olan halkın, amalı özüne derk olan halkın, döyüşken gayretli Türk olan halkın, orduya çevrildi her vatandaşı. Tarihe yazıldı vətən savaşı.